Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Ağdam rayonunun Kəngərli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəngərli kəndinə 50 ailə, 207 nəfər köçürülüb. Prezident İlham Əliyev Bakıda keçirilən BMT-nin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanlarının qlobal əməliyyatlar şəbəkəsinin Glob Network 6-cı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb. Missiya xəbər verir ki, müraciəti Azərbaycanın baş prokuroru Kamran Əliyev səsləndirib. Tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılır. Bu, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugün keçirilən iclasında müzakirəyə çıxarılan yaşayış minimumu haqqında qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Yeni qida normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşəcək. Layihəyə görə minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyənləşdiriləcək. Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki məktəb-lisey kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumi təhsil məktəbinin direktorlarının fəaliyyətində aşkarlanmış ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib. Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmini, idarə etmənin və tədrisin keyfiyyətinin təşkili məqsədi ilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə direktor vəzifəsinin müvəqqəti icrası Bakı şəhəri üzrə təhsil idarəsinin əməkdaşına həvalə olunub. İctimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrafilli açıqlamasında bildirib ki, onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanuna müvafiq tədbirlər görülüb. Qeyd edək ki, bugün sosial şəbəkədə Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın digər sərnişinləri hədələdiyinə dair video yayılıb. Amerika Birləşmiş Ştatları Ukrayna və Rusiya arasında danışıqlarda irəliləyiş olmadığı üçün prosesdən geri çəkilməyə hazırdır. Bunu ABŞ prezidenti Donald Trump Oval ofisdə jurnalistlərə müsahibəsi zamanı deyib. Mən Putindən soruşdum ki, biz bu qanın tökülməsinə nə vaxt son qoyacağıq və inanıram ki, o bunu dayandırmaq istəyir deyə siyasətçi vurğulayıb. Trump qeyd edib ki, əgər Birləşmiş Ştatlar kömək edə bilməyəcəyini hiss etsə, danışıqlardan uzaqlaşacaq. Mən sizə deyirəm ki, burada böyük egolar var, amma düşünürəm ki, nəsə olacaq. Əgər belə olmasa, mən sadəcə geri çəkiləcəm və onlar yola davam etməli olacaqlar deyə siyasətçi əlavə edib. Qabiliyyət imtahanlarına qeydiyyat başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2025-2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən 30-nadək istiqamətlərə aid komissiyalar üzrə abituriyentlərin qeydiyyatı aparılacaq. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.